Kölgə iqtisadiyyatına zərbə, vəzifəli şəxslərin də daxil olduğu cinayətkar birliyin qaçaqmalçılıq mexanizmi ifşa edilib. Baş Prokurorluq. Aksızsız tütün məmulatlarının qaçaqmalçılığına qarşı geniş miqyaslı cinayət işinin istintaqı aparılır. Milyonluq qaçaqmalçılıq zənciri ifşa edildi. Vəzifəli şəxslər məsuliyyətə cəlb olundu. Aksız markasız tütün məmulatlarının qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkir cinayətkar dəstə ifşa edilib. Belə ki, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı, ASC-nin faktiki rəhbəri Ruslan Eyyubov, ASC-nin baş direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşimov, limanın briqadiri Fərruh Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük Postunun rəisi Fərid Yusubov, həmin gömrük postunun inspektorları, nəqliyyat vasitələri ilə daşınması və saxlanılmasını həyata keçirənlərin 5,4 milyon manatdan artıq dəyərdə aksız markası ilə markalanmalı olan tütün məmulatlarını belə marka olmadan gəmi ilə ölkə ərazisinə, Azərbaycana keçirmələrinə əsaslı şübhələr müəyyən edilib. Bəziləri istintaqa cəlb edilib. Beynəlxalq axtarışa verilənlər də var.